Kişinin kişiliği yoksa, gayret yoksa tüpürüm onun puluna. Bu nə əziklikdir, bu nə rəzillikdir. Bu sahədə görmək istəmirəm. Yox, aynen. İcazə verməmişəm. Sizin övladınız bütün günü TikTok'ta canlı yayımlardadır. Orada aktrisalıq da eləyir, mahnını da oxuyur. Bu nə əziklikdir, bu nə rəzillikdir. Hay var və sən deyək hardasa bir identity Bu nə əziklikdir, bu nə rəzillikdir. Axır zaman dövrü üçün seçilmiş Allahın sevimli qulu Vidadi Halalı. Dünyada axırıncı insana qədər. Yəni hamı məni olduğum kimi qəbul eləməlidir. Bunun başqa tərəfi yoxdur. Bu nə əziklikdir, bu nə rəzillikdir. Salam dostlar, xoş gördük. Videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Dəyərli dostlar, biz Çindən istədiyiniz malı topdan şəkildə zavoddan, fabrikdən alıb sizə göndərə bilərik. Avtomobilindən tutmuş kran, ekskavator, tibbi avadanlıqlar, inşaat malları, geyim, nə istəsəz. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Kişinin kişiliği yoksa, gayret yoksa tüpürüm onun puluna. Arkadaş sayısımız amat bakır ayıbdır. Oy qardaş düzgün söz. Bunun gözləri hanı? Bunun gözləri hanı? Bu nə priçoskadır, qaqa? Qaqalar oturublar TikTok'da canlı yayımda şey eləyirlər. Nədir onun adı? Söhbət abiznavat eləyirlər. Bunların dediyinə görə kişilikdən zatdan danışırlar. Valla arada TikTok'da canlı yayım açıram. Arada bir, yəni 3-4 ayda açmıram. Bəzən utanıram. Təsəvvür elə ki, bunların kəşfiyyətindən sonra mənimki gəlir. Mənimkindən sonra yenə bunlar gəlir. Yəni, belə pis çıxmasın. Mən insanlara yuxarıdan aşağı baxan insan deyiləm. Ona haqqım da yoxdur. Amma bəzi tiplər var ki, onlarla bir sırada olmamaq üçün ora çox şey eləmirəm. Canlı yayım açmıram. Məhz bu tiplərə görə. Bu məscidin Şamaxıda olduğunu bilirsiniz. Qəşəng məsciddir, hə. Məscid paylaşırlar, gözəl məscid, nə bilim, böyük məscid, Azərbaycanda filan qədər məscid var filan. Azərbaycanda məscid olmağı normaldır da. Yəni əhalinin 90%-nə yaxını müsəlmandır. Azərbaycanda məscid olmasın və harda olsun. Gözəl Şamax, yəni savadsız olduqları bəllidir. Sonra biri də yazıb ki, bu nöqtə, məsciddən nöqtə, Şamaxda nöqtə, kaş nöqtə, 100 dənə nöqtə olaydı, nöqtə qəşəng, nöqtə Şamaxı. 100 dənə məscid olsa nə olur? Sən oraya gedəcəksən. Bilirsiniz, məscid sayı ilə fəxr eləməzlər. İmanlı, vicdanlı insanlarla, həqiqi imanlı insanlarla fəxr eləyərlər. Yəni öz ölkəsinə sadiq dindarlar. Onsuz da bir dindar öz ölkəsinə sadiq deyilsə, öz ölkəsinə, öz bayrağına nifrət eləyirsə, başqa ölkələrin bayrağın başının üstündən asırsa, başqa adamlara belə deyək, nə bilim ağam deyirsə, nə bilim mənim liderim deyirsə, onlardan mömin olmaz. Qardaşım da orada şərh yazıb, doğa videolar 70-13 yazıb, yəni o qardaşım deyə, yəni onlardan deyil. Həmin o savadsız yazanlarla mırtdaşmaq üçün yazıb. Şamıxra bıxıdada var bu qıyaretli meçində. Allah Teala xalqımızı qorusun. Allah Teala vətənimizi qorusun. Əmin-amanlığımız, müstəqimiz daimi olsun. Üçrəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Allah Teala bizim dövlətçimizi qorusun. Ölkəmizə qarşı fitnə, fəsad istəyənləri Allah Teala öz fitnələrində, fəsadlarında həlak eyləsin. Allah Teala öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz və hadarlar üzərinə göstərsin. Əsl dindar, əsl mömin, öz üçrəngli bayrağına nifrət eləməyən, xarici qüvvələrə xidmət eləməyən, öz ölkəsini sevən, vətəninə xəyanət eləməyən dindarlardır. O dindarların qarşısında baş əyirəm. Ölkəsinə sadiq olmayan, ona buna tulalıq eləyəndən təbii ki, dindar olmaz, mömin olmaz. Bu qardaşa da halal olsun, var olsun, Allah canını sağ eləsin. Biri dəyişdirsə fikrini, şəxsiyyət vəsiqəsi ilə görüntüsünü sildirə bilər. Hətta o klipiniz YouTube'dan silinə bilər. Yaxşı. İndi bir dəqiqə mən sözümü tamamlayayım, ondan sonra nə istəyirsə eləyim. Mən də sizə konkret deyirəm Zahir bəy. Əgər o insanlar baxıb indi qiymət verərlər, o klipdə aid bir şey yoxdur, bu öz yerində. Əgər o klip bu günlər burada yayımlanmasa, şəxsən sənin verilişində yayımlanmasa, mən də sənin verilişinə gəlməyəcəm. Bu sənə Deməli mövzu nədir? Akşın klipinə bir qız çəkilib. O klipdə nə var? Xoşunuza gəlməyən nə var? Bu sahədə görmürəm evladımı.
Necə ki? İstəmirsiniz bu sahədə olsun, aktrisa olsun. Bəli, bu sahədə görmək istəmirəm. Yox, aynen. İcazə verməmişəm. Sizin övladınız bütün günü TikTokda canlı yayımlardadır. Orada aktrisalıq da eləyir, mahnını da oxuyur, oynayır da. Yəni siz bunu illərdir, aylardır görmürsünüz ki, sizin bir dənə klip efirə çıxıb deyirsiniz ki, mən övladım orada görmürəm. Yox, TikTok başqa. Amma TikTokda canlı yayım açan bir qızın anasının ixtiyarı yoxdur. Öz könüllü, yəni öz istəyi ilə gedib hansısa klipə çəkilib, sonra cəmaatın işinə əngəl yaradırlar ki, mənim qızım o klipdədir, o klip yayınlanmasın. Sən belə yaxşı anasan, qızın canlı yayıma nə açır bilməm indi, orada icazə vermə. Qızını kimsə görməyini istəmirsənsə, TikTok canlı yayımına da icazə vermə. Yəni belə saxtakar, belə fırıldaq, ikiyüzlü insanlar adamı təbii ki, əsəbləşdirir. Mənim Akşindən heç xoşum gəlmir, amma bu mövzuda məncə Akşin haqlıdır. Əlbəttə ki, hardasa bir il o hay var və sən deyək hardasa bir identity Gah Rusça danışırlar, gah güya İngiliscə bilirlər, identity, nə bilim nə. Danışa bilmirsənsə, hansı dildə normal danışa bilirsənsə, o dildə danış. Bu nə əziklikdir, bu nə çuşqalıqdır, bu nə səviyyəsizlikdir. Siz niyə, nə vaxt adam olacaqsınız, nə vaxt öz dilinizdə normal tərzdə danışa biləcəksiniz, danışacaqsınız, nə vaxt əziklikdən çıxacaqsınız. Сегодня я вас познакомлю с Sabah School, с одной из самых интересных инновационных школ в Баку. Bu da növbəti əziklik. Mən bilmirəm, bunlar reklamı kim üçün çəkirlər? Ermənilər üçün çəkirlər, ruslar üçün çəkirlər. Reklamı sən Sabah School söhbətə bax. Məktəbin adı Sabahdır. Sabah. Yəni Azərbaycan dilində. Yəni bizim lüğətimizdə olan sözdür. Sabah bilməm, bizim qədim söz olmasa belə lüğətimizdə var. Sabah. School İngiliscə. Reklamı rus dilində. Bu nə əziklikdir, bu nə rəzillikdir, bu nə qınından çıxıb qınını məməşdiniz, nə vaxt normal insan olacaqsınız, nə vaxt əziklikdən çıxacaqsınız. Niyə öz dilinizdə reklam çəkmirsiniz? Siz reklamı kim üçün eləyirsiniz? Ora gələn onsuz da Azərbaycan uşaqları olacaq. Siz reklamı niyə Rus təmayüllidir, Rus dilli məktəbdir, bilmirəm, amma nə deyim, valla, mən nifrət eləyirəm çuşqalara. Mən Allah tərəfindən axır zaman dövrü üçün seçilmiş Allahın sevimli qulu Vidadi Halala. Dünyada axırıncı insana qədər, yəni hamı məni olduğum kimi qəbul eləməlidir, bunun başqa tərəfi yoxdur. Allah qəbul etdirir, çünki mən Allahın o dərəcəsini qazandığım bir qulam. Mən imtihandan keçdim. Allahla şeytanın ikisinin də müşayiəti ilə. İnsan hisslərinin hamısını sonuna qədər. Mənim üzərimdə imtihan elədilər. Şeytan əllərini qaldırdığına başa uzardım. Bu dünyada nə qədər adam varsa, əlində kimin nə imkanı varsa, əlində olan imkanın yarısını mənə borcludur. O mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın, dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan aşağıda mənəm. Ona görə Allah Teala mənə cənnət verdi, kef verir. Kimin nə qazancı varsa yarısı mənimdir, kef eləyəcəm indi həmən. Saxta Mehdidir, yəni heç bizi yanıltmır. Bu saxta Mehdilər çox zaman Türkiyə və Azərbaycandan çıxır, bilməm necə olursa. Bu çox güman psixoloji problemləri var. Amma mən söhbəti nəyə gətirirəm? İranda da arada olur, teatrlar, zatlar belə deyək, təşkil edirlər. Mehdi adətən yaşıl, buna nə deyirlər, xalat geyinir, yaşıl belə paltar geyinir. Başında güya belə bir şey olur. Bu da çox güman oradan ilhamlanıb. Belə bir geyim təşkil edib özünə. İndi bacardığı qədər bir düzgoş eləyib də. Hardan bilirsiniz Mehdi belə geyimlə gələcək? Bu hamısı İranın teatrlarıdır. İranda belə şeylər eləyirlər. Bu da təbii ki oradan ilhamlanıb. Saxta Mehdilər də dediyim kimi, bayaq Türkiyə, Azərbaycan dedim, İran demədim. Mən nə desə bu yaxın şərqdən çıxır da. Saxta Mehdi bilməm, Amerikada, yəni xristian ölkələrindən saxta Məsih çıxır. Müsəlman ölkələrindən də saxta Mehdi. Allah ağıl versin, nə deyim? Adam bəzən şey olur, belə bir təhər olur. Deyirsən, bu saxta gicləri tənqid eləyərsən, o qədər beyinsiz, o qədər mal, o qədər qoyun var ki, sosial şəbəkələrdə. Girib yazacaq ki, sən
yəni Mehdiyə lağ eləyirsə, mən bu gicə lağ eləyirəm. Və bu gic-gic saxta söhbətlərə inananlara siz inanırsınızsa gedin başınızı doktora göstərin. Nəysə dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.